Ramiz Mehçiyevin xəyanəti artıq bir neçə vaxtdır ki, müzakirə olunur. Biz bu barədə sizinlə də danışmışıq. Siz bu barədə ən çox danışan deputatlardan, ziyalılardan birisiniz. Ramiz Mehçiyevin bu xəyanəti üzə çıxandan sonra ölkədə müəyyən problemlər də yavaş-yavaş ortalığa çıxmağa başladı. Hansı problemlərdən söhbət gedir? Söhbət ciddi şəxslərə total hücumla gedir. Bir koordinasiya olunmuş hücum. Bəli, koordinasiya çox doğru dediniz. Koordinasiya olunmuş bir hücum var. Həm sosial şəbəkələr üzərindən, həm media üzərindən, həm xaricdəki blogerlər vasitəsilə müxtəlif deyək ki, elektron resurslarla Azərbaycanda doğrudan da dövlətçiliyin keşiyində dayanan, prezidenti müdafiə edən, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması uğrunda canını belə verməyə hazır olan insanlara qarşı bir total hücum başladı. Hibrid hücum. Elman müəllim, biz bu hücumun qarşısını necə almalıyıq? Amma görünən də odur ki, biz bu hücuma heç hazır deyilmişik. Bəli, dediyiniz tendensiyanı biz hər gün, mən deyərdim, hər saat hiss edirik. Və bu günləri heç kəsə sir deyildir ki, bir hibrid hücumu ilə üz-üzə qalmışıq. Və yadınızdadsa, cənab prezidentin parlamentdə çıxışı zamanı əsas tezislərinin biri oldu ki, bizə gələn təhlükələr əsas istiqamətlərdən biri ideoloji sahədə təhlükədir. İdeoloji sahədə. Və bu istiqamətdə biz güclü olmalıyıq, bu istiqamətdə boşluq ola bilməz, ideoloji sahədə. Və hesab edirəm ki, bəli, bu sahəyə bu günlər doğrudan da böyük diqqət ayrılmasına ehtiyac var, ideoloji sahəyə, xüsusilə də informasiya sahəsinə. Və bu günləri informasiya müharibəsinin öz tankları var, öz raketdən müdafiə sistemləri var, özünün PUA-ları var, informasiya sistemi, özünün dediyim kimi ən müasir 5-ci, 6-cı nəsil silahları var. Və o silahlardan istifadə edirlər şəxsiyyətə, fərdə və konkret halda isə dövlətdə xüsusi çəkiyə malik insanlara qarşı, siyasi şəxslərə qarşı, bu xüsusilə deputatlara qarşı bu xüsusilə özünü göstərir. Sanki koordinasiya olunmuş bir hücum var. Və elə son günlərdə elə özümə münasibətdə bunu hiss elədim və insanı elə təqdim edirlər ki, sən özünü şübhələnirsən ki, sanki səni az qala dövləti cinayətdə ittiham etsinlər, sanki səni korrupsiyada, rüşvətdə ittiham etsinlər. Yəni belə bir fon yaradırlar ki, bu total hücumla, bütün cəbhələrdə və çox maraqlı tendensiyadır. Ölkə daxilində hücumla, eyni zamanda ölkə xaricində özünü bloger kimi təqdim edən, amma əslində isə milli xəyanətkar və dönük olanların bir qərbə, bir sinxron hücumlarını mən hiss elədim. Sinxron hücum. Məsələn, Tural Sadıqlı var, gedib oturub deməli xarici ölkələrin birində gecə-gündüz şər, böhtan, deməli istehsal yox, mən deyərdim ki, ifraz etməklə məşğuldur bu adam. Və bu adamın məhz anti-Azərbaycan dairələrinin əlində alət olduğunu, bunu birisi 99% yox, 100% olan bir həqiqətdir. Gecə-gündüz o Azərbaycan dövləti əleyhinə qənim kəsilib, ancaq yalan, palan, iftira, dezinformasiya, fake məlumatlar yaymaqla məşğuldur. Və elə mənə qarşı da dəfələrlə onun çıxışlarının bir şahidi olmuşam və siz də yəqin ki, bunu bilirsiniz. Bəli. Və istənilən bir hadisədən öz çirkin niyyətlər üçün istifadə etmək istəyirlər. Çirkin niyyətlər üçün. Hələ özlərindən bir qondarma parlament yaratdılar, dırnaq arası. Həmin parlamentin ömrü heç bir gün çəkmədi. Bir gün çəkmədi. Sosial bazası olmayan, sanki 90-cı ilin əvvəllərinin biz reallığına qayıtmışdıq. Otaqda hərəsinin ağzında bir siqaret, tüstülənə bir-birini itham edirdilər. Bu adamlar Azərbaycanda hakimiyyətə gəlmək xulyasına düşüblər. Və Azərbaycan xalqı onların çoxdan o maskalarının üzündən cırıb atıb və onların çirkin sifətləri, eybəcər sifətləri bu günləri xalqımıza bəllidir. Onların kimlərə xidmət etdiyini çox gözəl bilirik və onun da fərqindəyik ki, bəzən onlar elə məlumatlar danışırlar ki, təəssüf ki, bizim içərimizdən də müəyyən dönüklər, informasiyalı müəyyən dönüklər onlara məlumat verir və hesab edirəm ki, vətənpərvər və peşəkar insanların cəmləşdiyi dövlət təhlükəsizlik xidmətlərində çox ciddi məlumatlar var və hər şeyi bilir. Heç kim sinəsinə döyüb döşünə döyüb deməsin ki, mənim belə fəaliyyətim, sən nə fəaliyyətin var, hər şey dövlətimiz gözəl bilir, xüsusi xidmət orqanları gözəl bilir. Və eyni zamanda başqa bir şəhərdə Məhəmməd Mirzəli deyilən biri var. Bunları mən insan demirəm, bunlar bir məxluqdur və bunlar satqınlıq
libası geyiblər, mahiyyətcə də satqındılar, formaca da satqındılar və onlardan istifadə edirlər. Və sizə tam əminliklə deyirəm, bax bu günləri mən bu verilişdən tam əminliklə söyləyirəm ki, mütləq fikir verirsiniz, məndə şübhə yeri yoxdur. Mütləq onlar Azərbaycana gətiriləcəklər. Söhbət zamandan gedir, zamanla. Amma bunun qeyri-mümkünlüyü haqqında kim düşünsə, deməli o ağlını itirib. Elə vaxtilə düşünənlər var idi, biz torpağımızı geri ala bilməyəcəyik, Rusiyanın sülh məramlı qüvvələri Azərbaycandan çıxarılmayacaq və s. Nə oldu? Ərazi bütövlüyümüz bərpa edildi və burada bir Rus əskəri artıq yoxdur. Suverenliyimiz tam və qəti bərpa edilib. Nəyin sayəsində? Müzəffər prezidentimizin sayəsində. Nəyin sayəsində? Onun formalaşdırdığı yenilməz ordunun sayəsində və nəyin sayəsində? Arxasında yumruq kimi dayanmış, dəmir yumruq kimi dayanmış Azərbaycan xalqının sayəsində. Bu reallıqlar olan yerdə, bu qələmunlar, cildini dəyişmiş simasızlar, siz kimsiniz? Siz, bunu da tam varlığımla söyləyirəm, mən bilirsiniz, münəccimlik eləmirəm. Mən proqnozlarımı verirəm və proqnozlarım reallığa söykənir. Bir gün bu şəxslərdən, bu nankörlərdən, bu dönüklərdən, bu simasızlardan istifadə edənlər, Azərbaycan düşmənləri, onlardan istifadə limiti bitdikdən sonra onları tullayacaqlar. Onlar heç kimə lazım deyil və siyasi yalquzaq həyatı yaşayacaqlar və bir gün onların da, necə indi erməni cinayətkarlar bizim məhkəmə qarşısına cavab verir, onların da cavab verəcəklərinə mən bütün varlığımla inanıram. Siz hiss edirsiniz, mən nə qədər inanımlı danışıram. Çünki tam inanıram ki, məhz belə də olacaq. Sadəcə o gün var. Amma eyni zamanda hesab edirəm ki, daxilimizdə də, öz içərimizdə də bax belələrinə, necə deyərlər, yem verənlər var.